Dostunuz sizinlə acı dil və kobuddusa, bu əsl dostluqdur, alimlərin iddiasıdır. Üstəlik, ekspertlər 2050-ci ildə blogerlərin necə eybəcər birinə çevriləcəyi ilə bağlı maraqlı proqnoz fotolar paylaşıb, onu da görmə imkanınız olacaq. Həm də sizə xoş xəbərimiz var. Artıq xərçəng və şəkər xəstələri üçün dərmanlar çox asan və tez həll olunan bir üsulla müalicə ediləcək. Bütün bu xəbərləri izləmək üçün isə sona qədər bizə baxmalısınız. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Şagirdlər dərs eləyəndə bir neçə dəfə fikirləri yayınır, sonra onların diqqətini cəlb eləmək çətin olur. Amma Səhiyyə Nazirliyinin eksperti xüsusilə uşaqların diqqətini dərsdə necə saxlamaq olar sualının cavabını verib. Gəlin birlikdə izləyək və övladları yeni məktəbə başlayanlara bu videonu mütləq göndərək. Dərs zamanı diqqəti tez yayınan uşaqlara necə kömək etmək olar? Suala səhiyyə.qo.az saytına müsahibə verən Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova aydınlıq gətirib. Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər. Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq çox vacibdir. Buna görə də tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur deyə mütəxəssis bildirib. İlahə Dadaşova qeyd edib ki, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır. Psixoloq daha bir mühüm istiqamətdə emosional mühit və motivasiyaya diqqət çəkib. Uşağı daim tənqid etməyə əvəzinə kiçik nailiyyətlərini vurğulamaq onun özünə inamını artırır. Eyni zamanda gündəlik rejimin qurulması tövsiyə olunur. Bu onun beynində indi dərs vaxtıdır. İndi isə oyun kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır. Bədənimizdə olan ölüm proqramları diabet və xərçəng dərmanlarının əvəzinə işləyəcək. Qəribə cümlədir, anlamaq da çətindir, amma xəbəri sona qədər izləsəniz biləcəksiniz ki, bu iki dünyada bir çox insanın əziyyət çəkdiyi xəstəliyin demək olar ki, sonu gəlir. Bu zülallardan diabet və xərçəng əleyhinə dərman yaradılacaq. Ölüm proqramı zülalları diabet və xərçəngə qarşı dərmanların istehsalında istifadə ediləcək. Moskva Dövlət Universitetinin alimləri ilk dəfə olaraq hüceyrə ölümünü tənzimləyən zülallardan birinin xəstələrini və funksiyalarını tətbiq edib. İnsan bədənində zədələnmiş və ya xərçəngli hüceyrələri məhv etmək üçün işə salınan xüsusi ölüm proqramı var. Mütəxəssislər tərəfindən hərtərəfli tədqiq edilmiş BMF zülalı bu proqramın aktivləşdirilməsi nəzarət edən və həm normal şəraitdə, həm də müxtəlif patologiyalarda hüceyrələrin taleyini təyin edənlər qrupuna aiddir. Mütəxəssislər bildirirlər ki, gələcəkdə əldə edilən və sistemləşdirilən məlumatlar xərçəng, diabet və digər xəstəliklərin müalicəsi üçün yeni dərman və üsulların yaradılmasına kömək edəcək. Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən tədqiqat Cell Death and Differentiation elmi jurnalında dərc olunub. Keto diyeti haqqında yəqin ki, bir çoxlarınız eşitmisiniz. Alimlər iddia edir ki, məhz bir çox insan, xüsusilə təcrübədə iştirak edənlərin 70%-i bu diyetanı saxlayandan sonra depressiyadan qurtulublar. Maraqlı faktı izləyək. Həm də ki, soyuq havalarda məncə biraz kilo almaq o qədər də ziyanlı deyil, amma istənilən halda yediklərimizə mütləq diqqət etməliyik. Keto pəhriz depressiyanı 70% azaldır. 12 həftə ərzində ketogenik diyetə əməl edən ağır depressiyadan əziyyət çəkən kollec tələbələri əhval-ruhiyyədə və yaddaşda sürətli irəliləyişlər olduğunu bildirib. Bu pəhrizin psixi sağlamlığa güclü müsbət təsiri olduğu sübut edilib. Ketogenik, yəni keto pəhrizlər metabolik sağlamlığı yaxşılaşdırdığı üçün bir çoxları tərəfindən tətbiq edilir. Keto pəhriz xüsusilə insulin müqaviməti və ya piylənmə olan insanlarda maddələr mübadiləsini yaxşılaşdırır.
artırır. Artıq çəki və ya piylənmə depressiyaya düşmə riskini artırır. Bu cür qidalanmanın depressiyanın müalicəsində effektivliyi araşdırılıb. Tədqiqatın nəticələri Translational Psychiatry-də dərc edilib. Araşdırmanın əvvəlində alimlər dərin depressiyaya keçirən 24 tələbəni izləyiblər. Hamısı keto pəhrizinə daxil olduqları 10-12 həftə ərzində dərmanlı və ya dərmansız psixi sağlamlıq müalicəsi alıb. Qeydiyyatdan keçən 24 nəfərdən 16-sı araşdırmanı tamamlayıb. Tədqiqatı tamamlayan tələbələrin 73%-də ketoz əldə edildi. R, B, HB səviyyələri qorunub saxlanılıb və qanda qlükoza səviyyəsi normal olub. Tədqiqatdan sonra tələbələrdə depressiya əlamətləri orta hesabla təxminən 70% azalıb. Bütün dünyada yeni bir trend var, matcha çayı. Xüsusilə blogerlər bu çaydan çox istifadə edir. Əksəriyyət isə hətta bunu ac qarnına da içir. Lakin alimlər eksperiment aparıb və məlum olub ki, ac qarnına bu çayı içmək heç olmaz. Bəs gündə nə qədər içmək xeyirdir? Bu sualın cavabını da süjetdə sizə Kəmalə Osmanova danışacaq. Matcha çayını hər gün içmək olarmı? Sağlam həyat tərzi tərəfdarları arasında populyar olan matcha çayı antioksidant və vitaminlərlə zəngin olsa da, alimlər onu həddindən artıq istifadəsini bəzi sağlamlıq riskləri yaratdığını bildirir. Perm Milli Tədqiqat Politexnik Universitetinin mütəxəssisi Valeri Litvinovun sözlərinə görə, matcha çayı tərkibindəki tanninlər dəmirin mənimsənilməsini çətinləşdirir. Bu da xüsusilə anemiyalı və vegetarian insanlar üçün problem yarada bilər. Həmçinin çayın yüksək K vitamini miqdarı qan durulducuların təsirini azaldaraq tromb riskini artıra bilər. Bundan başqa matcha ac qarnına içildikdə mədə bağırsaq narahatlıqları, yəni ürək bulanma, ağrı, qıcqırma kimi fəsadlar yarada bilər və tərkibindəki kofein səbəbindən həddindən artıq istifadə zamanı ürək döyünmə artımını müşahidə edə bilərik. Alimlər gündə maksimum 2 piyalə, təxminən 4 qram matcha istehlak etməyi tövsiyə eləyir. Dostunuz acı dildirsə, sizdən kobud davranırsa, zarafatlarından utanırsınızsa, bu o deməkdir ki, o sizin əsl dostunuzdur. Bunu mən demirəm, alimlər deyir. Baxaq görək niyə? Zarafatla tənqid edən dostlar daha sadiq və dürüsttür. Dostlar arasında edilən zarafatlar və tənqidlər onların münasibətlərinin səmimiliyini və güvən səviyyəsini göstərir. Bu barədə aparılan araşdırma dostluq münasibətinin təzadlı bağlarla saxlanılması adlı araşdırma məqaləsi Organization Science jurnalında dərc olunub. Alimlərin fikrincə bu cür incə və zarafatla deyilmiş tənqidlərin bəzən daha səmimi ünsiyyətin təzahürü olduğu qeyd edilib. Mütəxəssislər qeyd edir ki, bu tip iynəli atmacalar adətən pis niyyətlə deyil, əksinə yaxınlıq və qarşılıqlı anlayışla səsləndirilir. Dostların bir-birinə atdığı zarafatlar əslində münasibətlərin kifayət qədər güclü olduğuna və belə situasiyalarda hörmətin zədələnmədiyinə işarədir. Araşdırmada deyilir ki, əgər yaxın dostunuz zaman-zaman sizin haqqınızda zarafatlar edirsə, bu çox vaxt sizi təhqir etmək niyyəti daşımır. Əksinə, bu aranızdakı əlaqənin güclü və səmimi olduğunun göstəricisidir. Ekranda gördüyünüz bu dırnaq arası gözəllik 2050-ci ildə dolğu edən və bütün günü TikTokda influencerliklə məşğul olanların gələcəyidir. Ekspertlər hesablayıb, ölçüb, biçib və məlum olub ki, 2050-ci ildə TikTokdan, Instagramdan daim istifadə edən və üzlərinə inyeksiya edən xanımların və bəylərin əksəriyyəti məhz bu cür görünəcək. Gələcəyin blogerləri belə görünəcək. Trend Watching platformasının təqdim etdiyi məlumata görə mütəxəssislər gələcəyin blogerlərinin obrazını yaradıb. Ekspertlər onun adını Ava qoyub. Bu obraz sosial mediada saatlarla vaxt keçirməyin və estetik prosedurlardan həddindən artıq istifadə etməyin nəticələrini nümayiş etdirir. Avanın simasında parlaq makiyajdan ləkələnmiş dəri, daim ekrana baxmaqdan əyilmiş kürək, çox saylı dolğu nəticəsində yaranan iti cadugar çənəsi, sıx və sərt saç düzümündən və əlavə saçlardan zəifləyən saçlar təsvir olunub. Alimlər qeyd edir ki, bu obraz bir xəbərdarlıqdır. O, gözəllik standartlarına aludəçiliyin, alqoritmlərə uyğunlaşmaq üçün daim kontent yaratmağın və sosial mediada görünməyə can atmağın insanlara necə təsir edə biləcəyini simvolizə eləyir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.